Salih Peyğəmbər. Ad qəbiləsi öz günahları üzündən həlak oldu. Allah Teala onların torpağını və evlərini Səmud qəbiləsinə bəxş etdi. Səmud qəbiləsi o torpaqlara su çəkib, bağ-bağat əkib, oranı abad elədi. Orada saraylar ucaltdılar, dağ yonub yerində ev tikdilər. Qəbilənin həyatı naz-nimət, var-dövlət içində keçirdi. Amma belə xoş həyat üçün onlar Tanrıya şükür etmək əvəzinə gündən-günə cızıqlarından çıxır, lovğalanırdılar. Qəbilə bütləri Allahın şəriki sayır, Tanrı əvəzinə onlara tapınırdı. Onlar ilahi qanunlarından üz döndərir, bu cür pozğun əxlaqla, törətdikləri fitnə-fəsadla əbədi olaraq naz-nimət içində yaşayacaqlarını güman eləyirdilər. Tanrı, cəmaatı ilahi ibadətinə və Allahın birliyinə inandırmaq üçün adlı-sanlı nəsildən çıxmış Salihi o qəbiliyə göndərdi. Salih onlara dedi, Allah birdir. O, sizi torpaqdan yaradıb. Allah Teala torpağı öz gücü ilə abad eləmiş, sizi Ad qəbiləsinin yerində oturtmuşdur. Bu qədər neməti də sizə o bəxş etmişdir. Salih, cəmaata, bütlərə tapınmağı qadağan edərək dedi, bu bütlər heç bir xeyir, zərər yetirməyə qadir deyirlər və ilahi iradəsi qarşısında heç nə eləyə bilməzlər. Salih, qəbilə ilə qohumluğunu bildirərək dedi, sizin hamınız mənim nəslimdənsiniz. Ona görə də mən sizin xeyrinizi istəyirəm, sizin barənizdə pis bir niyyətim yoxdur. Sonra qəbiləni Allahdan üzr diləməyə, günahlarına görə onun qarşısında tövbə eləməyə çağırdı. Salih dedi ki, Allah tövbə edənlərə yaxındır, onların dualarını, tövbələrini qəbul edir. Salih mehribanlıqla, xoşluqla qəbiləsini Allah inamına çağırırdı. Lakin Səmud qəbiləsi dikbaşlıq, yersiz məğrurluq eləyərək onun nəsiyyətini eşitmədi. Salihin peyğəmbərliyini də qəbul etmədi. Onlar Salihin çağırışını ələ salaraq dedilər, bu dəvət həqiqətdən uzaqdır, düzgün deyil. Sonra isə onu danlamağa başlayaraq çağırışının ağlasığnaz, boş şey olduğunu bildirib dedilər. Bugünə kimi sənin sifətində xeyr, bərəkət əlaməti var idi. Biz sənə ümid gözü ilə baxaraq güman eləyirdik ki, qaranlıq gecələrimizdə bir çətinlik üz versə, ağlının nurundan işıq dilərik və neçə-neçə açılmamış düyünümüzü sənin köməyindən açarıq. Lakin əfsus ki, arzularımız gül açmadı. Sən düzgün yol seçməyib sayılamağa başladın. Bu nə etiqaddır ki, bizi ona çağırırsan? Ata-babalarımızın Allahlarına tapınmağı bizə qadağan eləyirsən. Axı biz onlara inamla böyümüşük. Biz sənin çağırışına, sözlərinin düzgünlüyünə inanmırıq. Böyüklərimizin yolundan dönməyəcəyik. Salih ona peyğəmbərlik verildiyini bildirərək, cəmaata Tanrı nemətlərini xatırladıb, onları ilahi qəzəbi və intiqamı ilə qorxutdu. O, cəmaatın bütün şübhələrini dağıtmaq üçün dedi, mən bu çağırışımdan bir xeyir güdmürəm, heç bir vəzifədə gözüm yoxdur. Peyğəmbərliyimi də heç bir muzd xatirinə yerinə yetirmirəm. Muzdumu bütün yer üzünün Allahından alıram. Qəbilədən bir neçə ağıllı adam ona qoşulub, dəvətini qəbul elədi. Lakin qəbilə başçıları öz inadlarından dönməyib israrla dedilər, ey Salih, sən fikrinin tarazlığını, ağlının nizamını itirmisən. Şübhəsiz ki, ya pis ruhlar sənə üstün gəlib, ya da bir sehrə düşmüsən ki, belə düşünülməmiş sözlər deyirsən. Sən özün də bizim kimi bir adamsan. Nə dədam babam bizdən artıqdır, nə də ləyaqətin bizdən üstündür. Bizim aramızda elələri vardır ki, peyğəmbərliyə səndən daha layiqdir. Səni bu yola gətirən yalnız
şöhrətpərəstliyin və vəzifəpərəstliyindir. Onlar bu məntiqsiz sözləri ilə Salihi öz dinindən, dəvətindən döndərmək istəyirdilər. Axırda cəmaat Salihə qoşulanlara dedi, əgər Salihin ardınca getsəniz, düz yoldan çıxacaqsınız. Salih onların böhtanlarına, cəfəng sözlərinə əhəmiyyət verməyib dedi, ay cəmaat, axı mənim Allah tərəfindən verilmiş açıq-aşkar dəlillərim var. Əgər öz Tanrıma qarşı çıxaraq sizin etiqadınıza qoşulsam, onda məni kim əzabdan qutarar? Zalimlar, dikbaşlar, Salihin öz inamında, öz etiqadında belə möhkəm, dönməz olduğunu görüb qorxdular ki, qəbilə üzvlərinin çoxu onlardan üz döndərib Salihə qoşular, onların xoşbəxt dövranları gedər, bəxt ulduzları sönər. Odur ki, fikirləşib Salihin zəifliyini sübut eləmək istədilər. Bunun üçün Salihdən sözlərinin düzgünlüyünə sübut olaraq bir möcüzə göstərməsini tələb etdilər. Salihin bir dəvəsi var idi. O dedi, mənim mübahisəmin gerçəkliyinə sübut bu dəvədir. O bir gün su içir, ikinci gün isə suvata getmir. İnanmırsızsa, onu öz başına buraxın, dediklərimə şahid olun. Salih bu sözləri deyəndə, onu da nəzərə alırdı ki, düşmənləri onun sübutunun aşkar olunmasından nəinki peşiman olub qorxacaqlar, əksinə bu dəlillərdən sonra kinlərini, ədavətlərini daha da artıracaqlar. Ona görə də qorxdu ki, düşmənləri birdən onun dəvəsini öldürmək fikrinə düşərlər. Salih onları bu niyyətdən çəkindirmək üçün dedi, olmaya o dəviyə əl vurasız. Əgər belə bir iş tutsanız, tezliklə sizə böyük bir əzab yetər. Salihin dəvəsi bir müddət otlaqda otlayır, bir gün suvata gedir, o biri gününü isə başqa dəvələrlə birgə keçirirdi. Dəvənin bu qəribə adətini biləndən sonra qəbilə üzvlərinin çoxunun Salihə diqqəti artdı. Onlar Salihin peyğəmbərliyinin gerçəkliyinə, çağırışının həqiqiliyinə inandılar. Bu hadisə qəbilə başçılarını, dikbaşları dəhşətə saldı. Onlar öz vəzifələrinin, var dövlətlərinin əllərindən çıxacağından təşvişə düşdülər. Ona görə də ürəyinin dərinliyinə iman nuru hopmuş kasıblara, Salihə inanmış qəbilə üzvlərinə dedilər, siz doğrudanmı Salihi Tanrı tərəfindən göndərilmiş peyğəmbər sanırsınız? Dedilər, bəli, biz onun peyğəmbərliyinə inanır, sizin iman gətirdiyiniz bütlərdən üz döndəririk. Salihin nəhəng dəvəsinin qorxunc görünüşü var idi. O bir gün qəbilənin heyvanlarını qorxudur, dəvələrini hürküdür. Başqa dəvələri su içməyə qoymadığı üçün qəbilə başçıları Salihin xəbərdarlığına, hədə qorxusuna baxmayaraq onun dəvəsini öldürmək qərarına gəldilər. Ancaq sonra əzaba düşəcəklərindən qorxub, onu öldürməkdə tərəddüd etdilər. Beləcə bir müddət tərəddüd içində yaşadılar. Qəbilə başçıları məqsədlərinə çatmaq üçün hiylə işlədib nazqəmzəli, işvəli qadınlara əl atdılar. Aydındır ki, gözəl qadın nə xahiş eləsə, kişilər onların arzularını yerinə yetirmək üçün canlarından da keçərlər. Bir baxış üçün ürəkləri gedən bu dəli divana aşiqlər qəribə, heyrətli mənzərənin şahidi oldular. Məslə ibn Məhrəz gördü ki, gözəl məşuqəsi Səduq Mühəyya qızı yumuşalıb, özü ona yaxınlıq edir. Qədi ibn Səlif də belə bir gözlənilməz hadisənin şahidi oldu. Ənizə Qənim qızı onu öz evinə dəvət elədi. Ay üzlü qızlarından birini başlıq almadan ona nişanladı. Bu gözəl gəlinlərin öz sevgililərindən bircə xahişi var idi. Onları bərk narahat eləyən, başqa dəvələri suya yaxın qoymayan, qəbilənin heyvanlarını qorxudan Salihin dəvəsini öldürmək. Cavan aşiqlərin ürəklərindəki eşq alovu, qüvvələrini, güclərini iki qat elədi.
cürətlərini, cəsarətlərini artırdı. Beləliklə, aşiqlər sevgililərinin istəyini yerinə yetirməyə hazırlıq görməyə başladılar. Qəbilənin 7 nəfər başqa cavanı da onlara qoşuldu. Onlar sözləşib Salihin dəvəsinin qəsdinə durdular. Dəvə Suvatdan qaydanda, pusquda duran Məstə oxunu onun buduna tuşladı. Ox dəvənin sümüyünü sındırdı. Bu anda Qədr İbn Salif qılıncını siyirib dəvəyə tərəf cumdu. Onun aşıqlığına güclü bir zərbə indirdi. Dəvə diz çöküb yerə yıxıldı. Qədir nizəsini sinəsinə soxub onu öldürdü. Beləliklə, onlar Salihin dəvəsini öldürüb, ilahi əmrindən üz döndərərək dedilər: Ey Salih, əgər sözlərin düzdürsə, Peyğəmbərsənsə, vəd etdiyin əzabı bizə göndər. Salih dedi: Mən sizi o dəvəni incitməkdən çəkindirdim. Lakin siz əlinizi günaha batırdınız. İndi isə 3 gün ərzində sizə yetəcək əzabı gözləyin. 3 gündən sonra siz onun pəncəsinə keçəcəksiniz. Salih, bu 3 günlük möhlətini bəlkə də ona görə təyin etdi ki, qəbilə başçıları özlərinə gəlsin, əməllərinə görə tövbə eləyib, Allahdan üzr istəsinlər. Amma onların ürəklərində qəflət, inadkarlıq elə dərin kök salmışdı ki, ilahi qorxusu təsirsiz oldu. Onlar Salihin sözlərini yalan, sayıqlama sayıb, istehza ilə dedilər: Əzabını tez göndər. Salih dedi: Ay cəmaat, öz bədbəxtliyinizə niyə tələsirsiniz? Niyə Allaha yalvarıb ondan sizə mərhəmət göstərməsini xahiş eləmirsiniz? Qəbilə başçıları yoldan azmış, şər qüvvələrə təslim olmuşdular. Onlar tövbə etmək əvəzinə Salihə dedilər: Biz sənə, tərəfdarlarına uğursuz fal açmışıq, görün indi başınıza nə gələcək? Onlardan bir neçəsi bir yerə toplaşıb and içdi ki, gecə qaranlıq düşəcək Salihə və onun tərəfdarlarına hücum eləyib qanlarını tökəcək. Qəbilə başçıları sözü bir yerə qoydular ki, bu məsələni gizli saxlayıb, heç kimə danışmasınlar. Bu ağılsızlar güman eləyirdilər ki, Salihi öldürməklə canlarını əzabdan, qaçılmaz ilahi yazısından qurtaracaqlar. Amma Allah onlara möhlət verməyib, hilələrini alt-üst elədi, ədavətlərini, hirslərini öz başlarında çatlatdı. Allah Taala Salihi və ona qoşulanları qəbilə başçılarının bu qəsdindən xilas elədi. O kafirləri isə verdiyi vəd və öz Peyğəmbərinin qələbəsi xatirinə əzabın pəncəsinə tapşırdı. İldırım o zalimlardan qisas aldı. Onları elə evlərindəcə cansız cismə döndərdi. Daşdan tikdirdikləri uca qəsrlər belə o dikbaşları ilahi qəzəbindən xilas eləyə bilmədi. Salih o cansız bədənləri, sahibsiz evləri görüb, qəmgin, üzülmüş halda oradan üz döndərdi, başqa bir diyara yola düşdü.